Ümumiyyətlə, insan tək olaraq başarılı, güclü ola bilməz və xüsusən həkimlik sahəsində həkimin tək başına bütün bu işləri görməyi tamamilə mümkünsüzdür. Xüsusən də söhbət cərrahiyyədən gedərsə, cərrahiyyə mütləq şəkildə bir komanda işidir. Mənə görə bir zəncirdir və hər bir işçi həmin zəncirin bir ilgəyidir. Heç bir işçisiz həmin işi tam toplum şəkildə normal yerinə yetirmək mümkün deyil. Ona görə həkimlik komanda işi cümləsinə çox səmimi və diqqətlə yanaşmaq lazım və doğrudan da o kollektivin hər komandasının əməyi, zəhməti və səlisliyi işin uğurlu olmağında birbaşa göstəricidir. Ona görə bu, bütün işçilərə məncə ürəkdən bir təşəkkür cümləsidir və ürəkdən gələn bir məsələdir.